Deməli, bioloji baxımdan dəyişkənlik %100% garanti vermir insanın vəhdətə gəlməsinə, dinə gəlməsinə. Nə səbəb olur bəs? Burada gətirib çıxarması insan ruhuna ki, ruh saflığı səbəb olur, daxil səbəb olur, xaric yox. İnsanın ictimai olması barəsindəki bəhslərdə nəticə gəldi ki, insan öz fitrətinin hökmünə əsasən və öz xüsusiyyətlərinə uyğun olaraq ictimai varlıqdır, təşkillanmaq istəmir. Yəni, insan ictimai olması, cəmiyyət şəklində yaşaması və ictimai ruha malik olması onun zati xüsusiyyətlərindən irəli gəlir. İnsan hissi qoşulsun, tək qalmasın, onları oynasın, tək getməsin toya, yasa, dərsə, filan kəs, bir yerdə, məsələn, çıxaq parka gəzin, bulvara gəzin, çox nadir hallar. İstər bir yanında olsun, maraqlı keçsin, bu ictimailəşməli bunun içindəndir. İnsan növü özünün layiq olduğu kamiliyyət çatmaq üçün buna məsələn üçün həm istedadı, həm bacaracağı lazım olur. İctimaiyyətə və cəmiyyətə doğru meyl edir və bununla da bir dənə bəzən kino verirlər, Amerikan filmidir. Bunlara bəzən baxmaq lazımdır. Yəni sırf dini kitab oxuyan yox, sırf dini film yox. Bir də baxır müəyyən bir elmi inkişaflı filmlərə. Məsələn, sübh tezdən kanalların birindən verirlər kosmoslardan, nə bilim, Arı, kosmos falan, çox qəşəng verilişə və dünyanın yaranması, yaxşı verilişə. Mən baxıram bəzən, təbii ki, evdə olduğum günlərdə sübh tezdən verirlər. Bilməm, ictimai kanal harasa verirlər, səhv etməməsə. Yaxşı, maraqlı verilişə verirlər, qəşəng həqiqətən də. Baxmağa dəyər. Deyən film vardı, Amerikan filmi, qara bir oğlan var, o çəkib, yaxşı aktördür. Şəhərdə heç kim yoxdur. Heç kim yoxdur şəhərdə. Şəhər hər yer açıq, marketlər açıq, nə sən götür. Restoranlar açıqdır, maşınlar hamısı orada, benzin kolonkalar, mancılar açıqdır, yaktalar, nə istəyən var. Sən özü qoy onun yerinə. Nəcür olasın orada? Çatmır da nəsə. Gel Ərəbistanın səhrasına, bir də ora villa tik, hovuzu, hər şey, amma tək qalacaqsın. Nə marağı var? İctimasız çətindir biraz. Cəmiyyət, insanın içindən, çünki tək Allah məxsusdur. İnsan sözü mənasında bir mənası yaddan çıxaran və ünsiyyət sevən məxluqdur deyə. Tək çətindir həqiqətən də. İnsan məsələn tək qalsın cəmiyyətdə, hamıdan təcrid. Bəzən deyirlər, məsələn, hamı bir-birinə, hamı elə şikayəti, hamı özünü haqlı bilir. Nə deyirlər ki, məsələn, camıq da gedər məsələn başqa ölkəyə. Tək qalam orada, onun üçün deyil. O düşüncələr sənin içindədir. Ona aparsan özü ilə. Gəl məsələn üçün yaşa Marsda, Yupiterdə, Saturnda. Olasan xoşbəxt. Yox. Çünki o narahatçılığın, darıxmaların, problemlər, dərdlərin, aldığın zərbələr, travmalar sənlə gedir. Məkan dəyişmək şərti deyil. Düşüncə dəyişmək insana kömək olur. İmanın dəyişməsi, imanın güclənməsi insana səbəb olur ki, rahatçılıq tapsın. Adam var, hara gedir rahatçılıq tapa bilmir. O özündə problem var. Yəni düşüncə, baxış üçbucağı doğru olsa hə. Məsələn, belə baxanda, indi mən düz kanala qoyanda videonu əksən göstərir. Məsələn, mən bu saat solumdadır, YouTube-da sağa göstərir. Mənim bu soldur, YouTube-da sağa göstərir. Çəkiş eləncə olur, telefonun olsun nəsə belə düşüb əksinə. Baxın, bu çaşqadır. Bunun qulpu mən göstərim öz tərəfindən. Məndən sağda göstərir. Mən biraz sağ tərəfimdir. Sən məni üzbəyüzsən, hə? Mənə görürsən də. Sən hansı tərəfə göstərir? Sənin solundadır. Düzdür? Mənə baxırsan indi. Bax. Sənin hansı tərəfindədir bu? Solunda. Bəs mənim sağımda. Haqlı kimdir? Hər ikimiz. Yüzdə baxanda hər ikimiz haqlıyıq. Yüzdən baxanda. Amma deyir, bəzən sən durduğun yer səhvdir. Mümkündür, oradan baxan düz görəsən. Durduğun yeri dəyiş. Gör ki, sən durduğun yeri səhv idi, səhv görmüşsən. Durduğun yeri dəyiş, baxarsan ki, yox, bu burada deyilmiş, beləymiş. Durmuşsan 200 rəqəmin yanında, biri 9, biri 6 görür. İkisi haqlı, bəli, ikisi haqlıdır. Mümkün biri, məsələn, vəziyyətə uyğun, məkanı düzgün seçməyib deyə, bunu başqa cür görür.
Biz bəzən yerimizi dəyişməliyik. O adla baxış uçbucağı. Məsələn, bir hadisə görə həm də ona qərar vermirsən. Düzdür, göz haqdır, qulaq batil. Bəzən qulaq haqq olur, göz batil. Əksinə. 4 barmaq, hədisi var, 6-cı amızda. Göz görməyən mənzərəni. Deyir ki, bura bax, o da məsələn, qadın evə qonaq getmişəm, yeməyə bişirir, yeməyə pesoq tökür. Duzdur axı o. Mən hardan bilim duzdur? Get dadına bax da. Görürsən ağ dənələri tökür. Sən o pesoq bilirsən. Mən sən yeri dəyiş. Buradasan, qabağa git, yaxından bax, dad onu. Gör necədir. Başqasının halvasının yerində bizə şirin gəlir də. Amma öz yaxınımızın, ana, ata, bacı, qardaşımızın, əzizimizin yasında halva yeyəndə dərin bilirsiniz. Yəni insan baxanda tək başı baxmasın. Baxsın başqa tərəfdən də. Tək öz tərəfindən yox. Baxsın başqa tərəfdən baxsın ona ki, məndə olsa necə olacaq? Və mən filan sözlər deyirəm ona, o mənə desə necə olacaq? Bu da söz var, o mən oxumuşam, çoxdan çox xoşum gəlir. Deyir, hər istədiyini deyənə, hər istədiyini deyən istəmədiyini eşidər. Hər istədiyini deyən adam istəmədiyini eşidər. Məsələn, bunun vəzifəsi var, səlahiyyəti var. Deyir, təhqir, söyüş, yalanlar, böhtanlar, filanlar. Deyir, nə istəyəm deyərəm. Babi söz deyərlər, 7 qatından keçər. Sən mən filan söz deyirsən, deyir, bəs sən deyə bilirsən, mən divaram sənin üçün. Mən insan deyiləm ki, mən ürəyim daşdandır. Bəndiləri, bu kişi xəlaqıdır, kişinin ürəyi ətdir də, dəmirdən daşdandır ki. Yəni, qadın ağlığı sızılır, rahatlaşır, şikayətləyir, rahatlaşır, bəs kişi. Yəni, biz bir şey deyəndə, eləyəndə, o düşünməliyik, tərəfi də. Qadın kişinin, kişi qadını ancaq öz tərəfindən baxsın, yox. İkisinin səhvi var. Mümkün səhv anlasınlar, səhv görsünlər. Normal bir şeydir bu. Hər bir halda, yəni, qınamamışdan qabaq dəqiqləşir də. Bəlkə elə şeylər var ki, neçə müddət sonra sən bilirsən ki, hə, o vaxtda filan belə məsələ var idi. Bu, buna görəymiş ki, biz o bilmirdik, yazığı qınıyırdıq. Mümkün o yazıq vaxtından demir, bilir nə üçün demir. Desə, məsələn, kiminsə avra gedəcək. Ya, məsələn, üçün də deyir, ehtiyac yoxdur, deyəndə olub, keçib, hadisədə, ailə həyatıdır, dostdur, filan, hər hansı bir şey, dərsdən, oradan, buradan. Bilir nə, insanı göstərir, bir o da centilmenlik olur, bir jestidir, hər hansı bir şey. Hər şey demək lazımdır, hər şeyi. Keçirsən, baxsan ki, yox, yox. O hadisə özün yaşayırsan, desən ki, hə. Kənardan bir şey rahat görüşənir. Yemək bişirmək, nə var yemək bişirmək, kişidir qadından. Gəbəri, dur bu isti peçin qabağında, buxarın gör, sənin gözü ağrısın, soğan, soğuran filan. Rahat görünür. İşin içsən ki, baxsan ki, yox, çox çətinmiş bu. Hə, mənim də dərslidir olur. Yox, gəl müəllim işlə, bil nə orada məsuliyyətlər var. Yəni belə, indi gəlir mövzunun üstünə, yəni ictima məsələsi var. Hökmən tanımaq və islah yollarını bilmək lazımdır.